Allah bizi Peyğəmbər və onun ailəsindən ayrı salmasın. Allah Teala bizi Həzrəti Əyyub və İbrahim əleyhissalam və digər Peyğəmbərlər kimi sınağa çəkməsin. Allahım, övladlarımızı, ailəmizi, balalarımızı, doğmalarımızı, sevdiklərimizi qoru. Bu günlər Rəcəb dua, yeni il 2026 və cümə ilahi bizə, xalqımıza, millətimizə düşərli elə. Ağracı göstərmə ya Rabbim. Qəm, qüssə, kədər, fəlakət, səfalətdən, rəzalətdən bizləri uzaq elə. Ya Rabbim, bu cümə gününün xatirinə aqibətimizi xeyr elə. İlahi ata-ana boynumuzda haqq qoyub dünyadan gedənlərə rəhmət elə. Balalarımızı, cavanlarımızı haqq yoldan kənarlaşdırma ya Rabbim. Şəhidlərimizin ruhlarını şad et ya Rabbim. Qazilərimizə, xəstələrimizə, xəstəxanalarda yenə də bu viruslar yayılıb. İlahi evimizdə də xəstələrimiz var. Nəzərdə olan xəstələri ilahi özün acil şəfalar ver ya Rabbim. Bizi Şaban və Ramazana yetişdir ya Rabbim. İlahi ağlımızı əlimizdən alma. Sonluğumuzu xeyirli və bərəkətli elə.